Arzum ləqəbli İlduzi xanımın qəza videosunu yoldaşım Mikkoya göstərdim və soruşdum ki, Finlandiyada əgər bu cür qəza baş verərdisə, qanun nə cavab verərdi və Mikkonun cavabını sizə təqdim edirəm. Yes, honey. You watched the video. Yeah. It shouldn't be the other driver's fault who's now. What is Yeah, she got arrested 5 years, 2 months. Yeah. In Finland, the who is driving behind is like responsible. Deyir ki, Finlandiyada arxadan gələn maşındır səbəbkar və xanımı iş düşməməli idi. Onun günahı deyil çünki o öz yolunu gedir və arxada avtoxurqanlıq eləyən, qaydaları pozur, həm sürət həddini aşır, həm də özünün olmayan xəttdə xanımı qabaqlamaq istəyir və Finlandiyada həmin xanıma cəza düşmür. It's her right to turn. Deyir onun haqqıdır dönmək. Yeah, and whoever drive back, you need to focus on what is happening ahead. Deyir arxadan gələn onu gözləməli idi. If she put the blinker and start və hətta deyir o yandırmışdı işıqlarını ki, mən dönürəm, arxadan gələn onu gözləməli idi. Yeah. Maybe in some part you can think that she should see, but like it's always the fault of the behind. Deyir düzdür. O da istəsəydi məsələn güzgüdən baxıb yol verə bilərdi, amma bu onu məsuliyyətli eləmir. Yenə də arxadan gələnin günahıdır. Arxadan gələn onsuz da onu gözləməli idi. Yəni xanım sadəcə ona jest eləyə bilərdi ki, ona yol versin, amma verməməklə də okeydir və xanıma iş düşmür. So like arresting her is like overreaction. Deyir yəni ona they should put the dead guy in jail. Deyir ki, öləni deyib tutmaq lazımdır. Thank you, my love.